Salam dəyərli ədəbiyyat sevərlər. Bu gün sizlə Azərbaycan poeziyasının zirvəsi, qəlbin və ruhun şairi Məhəmməd Füzulinin Hikmət dolu dünyasına növbəti bir səyahət edəcəyik. Daha öncə Məni candan usandırdı qəzəlin izahını sizlərə təqdim etmişdim. Bu gün sizlərə söz qəzəlini izah edəcəm. Söz qəzəli həm abituriyentlərin, həm müəllimlər işə qəbul imtahanı, həm də sertifikasiya imtahanına düşən bir mövzudur. Videoya keçmədən öncə, daha öncə xatırlatdığım kimi, bu videolar individualdır. Yəni hər biri müəyyən bir əmək sayəsində ortaya çıxmış olur. Hər hansı bir tədris mərkəzinin kitabında və ya hər hansı bir müəllimin video izahında olmayan izahlardır. Və əməyə sayğı olaraq sizdən xahişim odur ki, videonun sonuna qədər izləyin. Bəyəndinizsə like atmağı, müsbət rəylərinizi mənimlə bölüşməyi, eyni zamanda mən dəstək olmaq üçün kanala abunə olmağı. Füzuli elə bir sənətkardır ki, onun hər misrası bir xəzinə, hər kəlməsi isə o xəzinənin açarıdır. Bu gün təhlil edəcəyimiz söz qəzəli şairin təkcə sənətkarlığını yox, həm də kainata, insanlığa, yaradılışa baxışını əks etdirən fəlsəfi bir manifestdir və əgər hazırsınızsa, sözün sədəfindən çıxan o parlaq inciləri birlikdə kəşf edin. Daha öncəki izahlarda olduğu kimi sizə beytləri misra-misra izah etmək istəyirəm. Misralarda istifadə olunan çətin sözlər var. Onların da hər dəfə izah etdikcə mənası anlaşılacaq, amma əsərimizi bitirəndən sonra tək-tək sözlərin izahını da sizlərə bildirəcəm və açıqlama qismində də qeyd edəcəm, sizin üçün heç bir çətinliyi qalmasın deyə. Birinci beytdə xəlqə ağzın sirrini hərdəm qılır izhar söz. Bu nə sirdir ki, olur hər ləhsə yoxdan var söz. Deyir, insanlara ağzın və ya yaradılışın, burada ağız yaradılış mənasını ifadə edir, sirrini hər zaman söz aşkar edir. Bu nə sirdir kim olur hər ləhsə yoxdan var söz. Deyir, bu necə bir sirdir ki, söz hər an yoxluqdan varlığa çevrilir. Artıran söz qədrini sidq ilə qədrin artırar. Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Deyir, sözün qiymətini dürüstlüklə ucaldan kəs əslində öz dəyərini artırmış olur. Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Deyir, insanın daxili dünyası və elmi nə qədər çoxdursa və yaxud nə qədər azdırsa, sözü də onu o dərəcədə tanıdar. Yəni, söz nə qiymətdədirsə, sahibini də o qiymətdə edər demək istəyib müəllif. Ver sözə ehya ki, tutduqca səni xab-ı əcəl, deyir, sözə can ver, onu yaşat ki, ölüm yuxusu səni yaxalayanda, edə hər sayət səni, ol uykudan bidar söz. Deyir, bunun da qarşılığında o sözlər hər an səni ölüm yuxusundan oyatsın və adını yaşatsın. Yəni, sözün insan mənəviyyatında dirildici qabiliyyətindən danışmış olur burada müəllif. Yəni, söz səni öləndən sonra da yaşatma qabiliyyətinə malikdir. Sözün nə qiymətdədirsə, sözün gözəldirsə, sən öləndən sonra da həmin o sözlər hər dəfə xatırlandıqca, deyildikcə və misal çəkildikcə dirilmiş olacaqsan. Bir nigar əmbərin xəttir könüllər almağa, göstərər hərdəm niqab-ı qeybdən rüxsar söz. Deyir, söz könülləri fəth etmək üçün gözəl xətli, ətirli bir sevgili kimidir. Burada əmbərin xət, əmbər qoxulu deyir, gözəl kimidir, nigar kimidir. Və deyir, göstərər hərdəm niqab-ı qeybdən rüxsar söz. Deyir, söz hər an görünməyən aləmin pərdəsi arxasından öz üzünü bizlərə göstərər. Xazin-i gəncine əsrardır hərdəm çəkər, riştə-i isharə min gövhər əsrar söz. Deyir, söz xazin-i gəncine əsrar. Deyir, söz gizli sirlər xəzinəsinin xəzinədarıdır. Hərdəm çəkir. O hər zaman deyir, riştə-i isharə min gövhər əsrar söz. Deyir, o hər zaman minlərlə sirli gizli sir incisini bəyan ipinə düzüb ortaya çıxarar. Olmayan qəvvas-i bəhri mərifət arif deyil. Burada arif olmağın meyarını verib. Kim sədəf tərkibi təndir, löylöy şəhvar söz. Deyir, mərifət dənizinin mahir dalğıçısı, üzgüçüsü olmayan hər kəs, yəni həqiqəti bilən arif adam deyil. Kişi sədəf tərkibi təndir, löylöy şəhvar söz. Deyir, çünki bədən sadəcə bir sədəf qabığı, yəni tərkibi təndir. Söz isə onun içindəki ən qiymətli incidir. Yəni, bədən deyir insanın sədəfidirsə, onun da şəhanə incisi, onun içindəki ən qiymətli incisi də sözdür. Gər çox istərsən Füzuli, izzətin az et sözü. Kim çox olmaqdan qılıbdır, çox əzizi xarsı. Burada kimlər ki mənasını ifadə edir. Deyir, ey Füzuli, əgər hörmətin çox olmağını istəyirsənsə, biraz az danış. Kim çox olmaqdan qılıbdır, çox əzizi xarsı. Çünki deyir, çox danışmaq neçə-neçə hörmətli insanı sözün ucuzlaşması ilə alçatmışdır. Yəni, çox danışmaq yox, yerində danışmağın önəmli olduğunu vurğulayır burada müəllifimiz. Yəni, çox danışma, yerində danış və çox danışanlar deyir, çox zaman xar olub.
Əsərimizdə çətin sözlərimiz var, mənası çətin olan, amma təbii ki, bu şeirə müəyyən bir çətinlik, dilinin anlaşılmasına bir ağırlıq gətirmiş olmur. Biz şeiri başdan sona qədər oxuyuruq, anlayırıq və ifadə olunan fikirlərə vaqif oluruq. Birinci beytimizdə ishar sözü var. İshar qılmaq, yəni aşkar etmək demək istəyir. Burada xəlqi ağzın sirrini hərdəm qılır ishar sözü deyərkən, yəni aşkar edir, üzə çıxardır, bəyan edir. Sonra sidq sözü var, doğruluq. Sidq ilə qədrin artırar. Sidq doğruluqla, daxili saflıqla, səmimiyyətlə. Bir-birinə deyirik sidq ürəkdən. Sonra ver sözə ehya ki sözü var. Ehya canlandırmaq deməkdir, həyat vermək, diriltmək. Xab əcəl, ölüm yuxusu, əcəl yuxusu mənasını ifadə edir. Edə hər sayət sənə ol uyqudan bidar. Burada bidar sözü oyaq, ayıq mənalarını ifadə edir. Bir nicar-ı əmbərin xəttir könüllər almağa. Burada əmbər qoxulu, xoş ətirli mənasını, gözəl yazılı, cizgili, sevgili anlamına gəlir. Niqab-ı qeyb, görünməyən aləmlərin pərdəsi, gizlinlik niqabı kimi. Göstərər hərdəm niqab-ı qeybdən rüxsar sözü. Rüxsar yanaq, çöhrə mənasını ifadə eləyir. Xazin-i gəncini əsrardır hərdəm çəkər. Riştə-i ishara min gövhər. Burada xazin-i gəncini əsrar, sirlər xəzinəsinin xəzinədarı, gözətçisi. Riştə-i ishar, aşkar etmə ipi, bəyan silsiləsi mənalarını ifadə edir. Gövhər-i əsrar, gizli, sirli incilər, gizli həqiqətlər. Qəvvas-i bəhri mərifət, mərifət elm və irfan dənizinin dalğıcısı anlamına gəlir. Sədəf tərkibi tən, bədənin quruluşu sədəf, insanın cismi anlamına gəlir. Lölö-i şəhvar, şahlara layiq, iri və parlaq inci anlamına gəlir. Və eyni zamanda xar olmaq, xar qılmaq, alçaltmaq, alçalmaq və ya rüsvay olmaq, rüsvay etmək anlamına gələn ifadələrdir. Əsərimiz rədifli əsərdir. Birinci beytin ilk iki misrasında, növbəti beytlərin isə ikinci misrası birinci beytin ilk iki misrası ilə həmqafiyə olmuşdur. Qafiyə təşkil edən sözlər ishar var, sonra miqdar, bidar, rüxsar, gövhə-i əsrar, lölö-i şəhvar və xar sözlərdir ki, bir-biri ilə həmqafiyə təşkil edən sözlərdir. Ümumi izahımız bu qədər. Ümid edirəm ki, sizlər üçün bir faydası oldu. Əslində çox qısa, amma çox dərin fəlsəfi məzmuna malik olan bir şeirdir. Başda dediyimi, xahişimi bir daha deyirəm, müəyyən bir əmək sayəsində videolarımız ortaya çıxmış olur. Sizlər üçün bir faydası varsa, bunu gözdən yayındırmayın. Like atmağı, rəy yazmağı və kanala abunə olmağı unutmayın. Növbəti izahda görüşək.